Sinə kiçiltmə əməliyyatı elətdirmək istəyən xanımların ən çox qorxduqları problemi olur ki, məndə xərçəng yarada bilərmi bu əməliyyat və yaxud da ki, xərçəng olma ehtimalım yüksələcəkmi? Əksinə, əziz xanımlar, əgər sinə kiçiltmə əməliyyatı elətdirirsinizsə, siz süd vəzi xərçəngi olma ehtimalınızı da azaltmış və kiçiltmiş olursunuz. Çünki süd vəzi toxuması əgər nə qədər kiçikdirsə, azdırsa orqanizmdə, həmin toxumalarda xərçəngin yaranma ehtimalı da azdır. Əməliyyat üçün mənə müraciət edən pasientlərə tez-tez deyirəm ki, xanımlar qorxmayın, yaxınlarınıza da məlumat verin ki, əksinə süd vəzi xərçəngi riskini siz azaltmış olacaqsınız. Təkcə süd vəzi xərçənginin riskini deyil, eləcə də bel, boyun, kürək ağrılarınızı, yayda sizi narahat edən qızarıqlar, bişməcələri, tərləmə problemini aradan qaldırmış olacaqsınız. Ən əsası da özünüzü xoşbəxt hiss eləməyiniz bu əməliyyatdan sonra baş verəcəkdir. Çünki siz istədiyiniz geyimi geyə biləcəksiniz, daha rahat həyat tərziniz olacaqdır. Ona görə də sinə kiçiltmə əməliyyatı elətdirmək istəyirsinizsə, bu əməliyyatı sizə mən tövsiyə edirəm. Çünki bu vasitə ilə həm ağrılarınızı, problemlərinizi aradan qaldıracaqsınız, həm də daha gözəl və estetik görüntü əldə etmiş olacaqsınız.